Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Esselamu aleyküm ve rahmetullahi ve berekatuhu. Allah'ın salavatı ve selamı üzerinize olsun. Allah Teala gelen günlerinizi xeyrənbəd eylesin. Hususen beni dinleyen ata, ana ve bazı ve kardeşlerimizden Allah Teala razı olsun ki beni dinleyirsiniz. Sanki bana güç, kuvvet verirsiniz. Yani bu manada ki beni bu işe ruhlandırırsınız. El arasında bir söz var, vur demek vurmaktan irəlidir. Ama burasını da deyim ki, siz de bilesiniz ki insan bu dünyada ne kadar xeyirxah iş, yani savab işlerle meşgul olsa, niyetinde insanların nazarında ucalmak olsa, Allah Teala onun ettiği o güzel emele zerre kadar savab verilmez. Odur ki insan ne etse en birinci növbədə məqsədi, niyyəti Allah'a xatir olmalıdır. Ve aynı zamanda insanlar hakkında da niyyəti belə olmalıdır ki, bir halda ki bu insanları Allah Teala yaradıp ve belə ki Allah Teala bu insanları bu dünyada sonsuz derecede sevir. Ona göre de biz de Allah'a xatir Allah'ın yarattığı bu insanları sevmeliyiz. Sevmeliyiz deyəndə bu sevmek təkcə dillə demək yox. İnsan bu insanları sevməyini öz əməlləri ilə bildirməlidir və həm də dili ilə, yəni dili də insanlara qarşı şirin və mehriban olmalıdır. Amma elə şirin yox ki, bazı insanlar hayatta var zahirən səninlə şirin bacı qardaş kimi danışırlar. O bir tərəfdə isə sənin qeybətini edir və ya pisləyir və ya sənin pis gününü istəyir. Əgər belə olarsa onda o insan mömin yox, münafiq sayılar Allah yanında. Münafiqlik də kafirlikdən də pisdir. Çünki insan kafiri tanıyır və ondan qorunur. Yani ondan qorunabilir. Amma bu münafiqlərin insana vurduğu zərbələrdən insan qoruna bilmir. Səninlə dostluq edib, sənin sirrini öyrənir və sənə arxanda zərbə vurur. Odur ki, ağıllı insan, xüsusən indiki zamanımızda gərək heç kəsə öz sirrini deməyəsən. Bugün bazı kitab yazan alimler hakkında bir kadar qeybət edəcəyəm. Amma onda yadınıza salım, biləsiniz ki, iləridəki söhbətimdə dedim ki, ən birinci növbədə namaz qılın. Namazdan irəli ikinci böyük bir günah yoxdur. Namaz sənədin peçatıdır. Sənədin peçatı olmasa ora nə qədər yazılar, ne kadar şirin, değerli sözler yazsam bile xeyri yoktur. Çünkü müdiriyyət sənədi ələ alan en birinci peçat olan yere bak. Peçat olmasa bir kəlmə belə orada olan yazını oxumurlar. Kağızı sənə verib deyir, get peçat vurdur gel. Peçat vuran da peçat vurmur. Peçat yani vurmaq üçün də gərək gözəl əməlin olsun. İkinci, çalışın hak sahipleriyle halallaşın. Yani ben ileride dedim ki qeybət edeceğim, ben bunları nəzərdə tuturum da. Ne kadar dünyadasınız, çünkü kıyamette eğer kiminsə hakkı sizin boynunuzda olsa cenneti görməyəcəksiniz. Bu barədə kitablarda belə yazılıb. Elə ki, qiyamət bərpa olub, ərəsad-ı məhşər quruldu. İnsanlar dirilib gəldilər, bir şəxs
bir tərəfə baxar, görər dillərdə dastan olan o Öhüd dağı böyüklüyündə savabı var. Sevinər, amma hesabat olunanda haqq sahibləri gələr onun o qədər savablarını onun əlindən alarlar və onu cəhənnəmə atarlar. Odur ki, İmam Hüseyin əleyhissalam ilə də Məkkə-i Müəzzəmədən Kərbəla səmtinə gələndə minlərlə insan onunla birlikdə idilər. Amma elə ki, yolda imam bildi ki, onun elçisi Cənab-ı Müslimi Kufədə Allah lənət etmiş İbn-i Ziyad məlun öldürtdürüb və Kufə cəmaatı fikirlərindən dönüblər. Ətrafında olan insanlara dedi, qayıdın, biz Kərbəlada şəhid olacağıq. Siz bizimlə olsanız, siz də öldürüləcəksiniz. Amma mən sizi özümlə cənnətə apara bilməyəcəyəm. Qayıdın, xalqın əmanətlərini, haqlarını qaytarın. Yəni, kimin boynunda haqq sahibi varsa, qayıtsın. Görün ki, Allahın qoyduğu qanunları heç kəs dəyişdirə bilmir. Daha İmam Hüseyndən oyanası yoxdur. Bu sözüm elə başa düşməyin ki, imam bir günahkarı, yəni bağışlatdıra bilmir. Xeyr, mən belə demirəm. Sadəcə Əhl-i Beyt sahiblərinin o qədər Allah Teala'ya yaxınlıqları var ki, onlar kimi istəsələr bağışlatdıra bilərlər. Amma onlar Allah Teala'nın razı olmadığı insandan ötəri Allaha iltimas etməyəcəklər. Yəni, həmən adama şəfaət etməyəcəklər. Çünki iki dost bir-birinin tərəfini saxlayan kimi. Əgər sən Allahın dediklərini eləməyibsənsə, sanki Peyğəmbərin, Əhl-i Beytin dediyin eləməmişsən. Ona görə onlar da Allahı qoyub sənin tərəfində danışmayacaqlar. Qiyamətin günündə Əli əleyhissalamın, Fatimə Zəhra salamullah əleyhanın, Peyğəmbərimizin, İmam Həsən və İmam Hüseyin əleyhissalamların insanlara verəcəkləri bəraət kağızı olacaq. Onlar kimdən razı olub, kimə bəraət kağızı versələr, onlar cənnətə daxil olacaqlar. Amma o şəxslərə ki, onların bəraət kağızı verilməz, onlar hamısı, yəni cəhənnəm əhli olacaqlar. Amma onlar da hər öz istədiyi şəxslərə o kağızı verməyəcəklər. Onlar Allahın razı olduğu insanlara o kağızı verəcəklər. Elə hesab edin, bir məktəbin müdiri əvvəldə öz işçilərinə necə işləməyin qaydasını deyir. Müəllimlər də o müdirin göstərişinə əsasən işləyirlər. Daha orada müəllimlərin istəkləri işə keçmir. Müəllim bu işi görə bilər, amma öz müdirinə qiymət qoyduğu üçün bunu etmir. Əlbəttə, hamınız bilirsiniz ki, günahlar çoxdur. Hələ mən cavan yaşlarımda günahların adlarını yazaraq siyahısını tutdum. Ən azı bəlkə 3000, 4000-dən çox günah adı yazdım. İnşallah Allah ömür verərsə İmam Hüseyin əleyhissalamın söhbətlərindən sonra günahlar haqqında da tədricən söhbət edərik. İndi isə Həbib İbn-i Məzahirin şəhadəti haqqında bir qədər başqa bir versiya ilə irəlidə Həbib İbn-i Məzahirin şəhadəti haqqında azca da olsa danışmışam. Burada başqa bir yolla yəni söhbət edilib. Yəni alimlər çoxdur da, ola bilər hərə öz bildiyi səviyyədə yazırlar. Həbibdən sonra Cənab-ı Qasimin, İmam Həsən əleyhissalamın, yəni böyük oğlu Cənab-ı Qasimin söhbəti olacaq. Amma mən Cənab-ı Qasimin söhbətinə çatanda dayandıracağım. Çünki sizə söz vermişəm ki, Yasin surəsinin fəzilətləri haqqında danışacağım. İndi bir qədər Həbib İbn-i Məzahimin haqqında söhbət edim. Bismillahirrahmanirrahim. Həbib İbn-i Məzahir Aşura günü İmam Hüseyin əleyhissalamdan cihad etməyə izin aldı.
Bu o vaxt idi ki, Həzrət zöhr namazını qılmağa hazırlaşırdı. Odur ki, Həbib İmam Hüseyin əleyhissalama ərz elədi. Ağa, vallahi ümidvaram ki, sən namazdan fariq olmamış, mən şəhid olub sənin salamını behişdə cəddin Peyğəmbərə yetirirəm. Həzrət o xəmiri şücaətdən yoğrulmuş qocadan bu sözü eşidib buyurdu. Demə bu sözləri can cahanı yandırdın. Şərar əhli pir və cavanı yandırdın. Həbib ərz elədi, ağa, qəbul et sözümü ey İmam-ı Ərşi Cəlal. Günüm keçib qapınızda ağartmışam saqqal. Məgər qəbul deyil şəriətdə qoca qurban. Ələl xüsus mənim kimi hafiz-i Qur'an. Qocalmışam qoy olum Əkbərə bəla gərdan. Ölüm ayaqları altında mən qoca qurban. Xülasə Həzrət Həybə izin cihad verdi. Həbib Əli Əkbərə baxıb dedi. Sənə qurban olum ey Şahzadə Əkbər. Mən gedirəm ta sizin qarşınızda şəhid olmağa. Amma ağa sənə bir sözüm var. Elə ki məni atdan yerə saldılar. Sənə qurban olum tez gəl başım üstünə. Bu qoca nökərin gəl tut əzasın. Bu qoca nökərin gəl tut əzasın. Tilavət eylə başım üstə Yasin. İmam Hüseyin əleyhissalam dedi. Qəm etmə başın üstə gələr Əli Əkbər. Amma ey ağsaqqal Həbib, məgər mənə ürək yanmır ki, necə dilgirəm. Saqqalım ağarıb mən də sən kimi pirəm. Verəndə can mənim əhvalımı kim biləcək? Başımı şümrü kəsəndə yanıma kim gələcək? O vaxtında nə olacaq Əkbərim, nə də Abbasım. Nə ovun, nə Cəfər, nə Müslim, nə Nocavan Qasım. Yanımda bir nəfər olmaz ki, bağlaya gözümü. Verəndə can çevirə qiblə səmtinə üzümü. Nə qədər dərdi bəla var bu çöldə mən görürəm. Quru yer üstə susuz həsrət ilə can verirəm. Həbib ərz elədi. Ey Fatimə əziz ağa, sən necə mənim kimi olarsan ki, sənin yanında Zeynəbin vardır. Həzrət buyurdu. Nə qədər mənə zülm edələr, yenə doymazlar. Gözümü bağlamağa Zeynəbimi qoymazlar. Gələndə yanıma Zeynəb qızımı Səkinə ilə. Baba deyəndə qızımı şümrü vurar qamçı ilə. Topraq üstə nəşimi qanlı yaralarım ağlar. Cidadə gözlərimi yollarım tozu bağlar. Həbib çox qoca idi və Peyğəmbər və Əli əleyhissalamın xidmətlərinə müşərrəf olmuşdu. O Həzrət cəmi elmləri və təcrübələri ona təlim etmişdi. Və bəzi namazları qılmaq ilə sanki bir Qur'anı oxuyub çıxmaq savabına malik olurdu. Və hafiz-i Qur'an idi. Və hər gecə xiftə namazından sonra bir Qur'an xətm edərdi. Buna görə də Həzrət ki, gördü Peyğəmbər yadigarı və əshabının ağsaqqalı mürəxxəs olub meydana şəhadətdə yetişməyə gedir. Çox ağladı və buyurdu. Həbib, sən mənim cəddim yadigarısan. Mən səni çox sevirəm. Belə ki, sən qocalıbsan və sənə zəiflik əl verib. Həbib dedi, ya İbn-i Rəsulü Allah, mən istəyirəm cəddinin yanında üzüm ağ olsun. Və atan Əliyül Mürtəzə və anam Fatimə-i Zəhra salamullah əleyhə məndən razı olsunlar.
ve anan Fatıma Zəhra salamullahi aleyha məni sənə kömək edənlərdən hesab etsin. İstəyirəm sizin yolunuzda bu ağ saqqalımı öz qanım ilə boyayam. Həzrət o qocanın şəhadətə vurğun olduğunu görəndə bir həbbin üzünə baxıb ağladı. Mübarək üzün dərgahı ilahiyyətdir, ərz elədi. Xudaya, cəddin Peyğəmbər cihada əmr buyuranda Cəbraili göndərib vəhy etdi ki, ya Resulallah, cihad vaxtində düşmən içində bir ağsaqqal olsa onlara qılınc çəkməyin. Xudaya, sən şahid ol ki, Peyğəmbərin ağsaqqal səhabəsi həbbi sənin razılığından ötəri bu qovumun qılınclarının və oxlarının qabağına göndərdin. Bəs Həbib Həzrətə baxıb kövrəlib ağladı. Əla ləqanətullahi ələl qavmiz zalimin. Söhbətin ardı bir ədəb var. Ondan da yəqin ki, Həbbin söhbəti tamam olar.